D4-dəki piyadanı götürsə, bu qəbul olunmuş Danimarka qambiti olur. Və biz burada öz piyadalarımızı qurban verməyə davam edirik. Çünki adı üstündə bu qambitdir. Deməli, C3 oynayırıq. C3 oynadıqdan sonra DC vurur qaralar. Biz isə burada filimizi C4-ə çıxardırıq və bir daha öz piyadamızı qurban veririk B2-dəkini. Qaralar götürdükdən sonra biz də fillə B2-dəki piyadanı götürürük. Və burada artıq gördüyünüz kimi B2-dəki və C4-dəki fillərlə biz artıq yəni bizim fillərimiz daha güclüdür, nəinki qaraların. Çünki bizim filimiz C4-dəki filimiz F7-yə artıq hardasa hücum eləyir və B2-dəki filimiz isə G7-yə hücum edir. Deməli, bundan sonra qaralar burada görür ki, bizim G2-dəki piyadamız zəifdir və burada oynayırlar vəzir G5. Oynamaya da bilərlər belə, amma bu təllələrdən biridir. Deməli, G5 oynadıqdan sonra, vəzir G5 oynadıqdan sonra G2-dəki piyada hücum edir. Və biz bu piyadamıza da qurban veririk və oynayırıq at F3. Yəni, G2-dəki piyadanı heç qorumuruq. Götürdükdən sonra G2-dəki piyadanı biz oynayırıq top G1. Artıq burada vəzir çəkdikdən sonra H3-ə biz filimizi qurban veririk F7-də. Burada 2 dənə ayrıcılıq var. Əgər burada qaralar F7-dəki filimizi götürsələr, onda biz atla çəngəl adlanan şahmat trükünü sizə göstərdim. Yəni, burada çəngəl nədir? Həm vəzirə, həm şaha bir fiqurla eyni anda hücum edirsiniz. Bu olur çəngəl və yaxud 2 qat zərbə. Deməli, burada əlbəttə ki, qaralar şahla oynamalıdır. Biz də bundan sonra vəziri götürürük. Yox, əgər burada qaralar görsə ki, biz F7-dəki piyadanı şahla götürsək, burada 2 qat zərbə olacaq, onda qaraların burada 2 dənə gedişadı olur. Ya E7-yə və yaxud D8-ə şahla çəkilməsi. Burada biz götürsək ki, qaralar D8-ə çəkiləcək. Burada deməli, qaralar şahla D8-ə çəkildikdən sonra biz G7-dəki piyadanı vururuq. Məhz topla vururuq. Çünki qaralar bu topu götürdükdən sonra biz fillə G7-dəki fili götürəndə biz artıq H8-dəki topa hücum etmiş oluruq. Və burada hər hansı bir atla gedişdə, misal üçün belə, biz buradan mat qoyuruq. Ona görə də burada qaralar heç cür oynaya bilmirlər. Yəni, bunların